Əgər paxlavanı bu reseptlə hazırlamırsınızsa, deməli siz əsl paxlavanın heç dadını bilmirsiniz. Şirniyyatlarımızı dədə-baba üsulu ilə sevirəm. Təklif eləyərdim ki, şərbətini bir gecə öncədən hazırlayın. 2 stəkan yarım şəkər tozu, 1 stəkan yarım su, yarı stəkan bal, 1 çay qaşığından da az limon tuzu. İstəsəniz yarı limonun suyunu əlavə edə bilərsiniz. Bu arada bu gün Emsana getmişdim, ora yeni kombayn gəlib, Bernesso stand mixer. Onun həvəsinə durdum, paxlavanı hazırladım. 3 başlığı var, çox rahat istifadə edilir. Xəmir üçün isə 1 stəkan ilıq süd, 1 stəkan kərə yağı, 3 ədəd yumurta, çay qaşığının ucunda quru maya və hardasa 900 qram un istifadə elədim. Unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişilə bilər. Xəmir yarım saat mayalanandan sonra 2 ədəd kündəni 250 qramdan, digərlərini isə 70 qramdan etdim. 250 qramdan alt və üst təbəqəsinə lazımdır, orta təbəqələrinə isə 70 qramdan xəmirlərlə 10 ədəd açıram. Listi kərə yağı ilə gözəl yağlayın. Birinci qatla ikinci qatın arasını sadəcə yağlayın. Daha sonra bütün aralara içli əlavə edin. Üst təbəqəni də qoymadan öncə yağlayıb üst təbəqəni qoyun. İçli üçün yarım kilo qoz, 400 qram şəkər tozu, 1 qaşıq hil, paketdə vanil əlavə edə bilərsiniz. Paxlavanın kəsimini ayrı videoda paylaşacağım. Üzərinə sadəcə yumurtanın sarısını əlavə elədim və ağ badamlarla bəzədim. İlk dəfə sobaya gedir, belə qızarır, çıxardırsınız və ara kəsmələrini yenidən kəsirsiniz. 1 stəkan yağ əlavə edib və yenidən kəsməyə başlayırsınız. Tam üstü 150 dərəcədə qızarana qədər yavaş-yavaş bişirin. Sonra bu gözəl paxlavanı soyuq şərbət ilə birləşdirin. İnanın dadından doymayacaqsınız. Videoda istifadə etdiyim bütün qabları, qaşıqları Emsandan əldə etmişəm. Elə kombaynında test etmiş oldum, uğurla nəticələndi. Siz də mütləq gedib ala bilərsiniz. Bu reseptlə paxlavanı hazırlayın, inanın ki, peşman olmayacaqsınız.